Mən Bəhruz Hüseynov 1958-ci ildə Əlibəyli kəndində anadan olmuşam. Kənd məktəbində orta təhsil aldıqdan sonra Sovet ordusunda xidmət etdim. Hərbi xidmətimi bitirdikdən sonra bir müddət kəndimizdə yaşadım. Daha sonra Rusiyada milis məktəbinə daxil oldum. Məktəbi bitirdikdən sonra Sverdlovsk vilayətində işlədim, baş leytenant rütbəsinə kimi yüksəldim. Sovet dövləti dağıldıqdan sonra vətənə qayıtdım, Zəngilan polis şöbəsində xidmət etməyə başladım. İşlədiyim müddətdə ailə qurdum. Qarabağ müharibəsi zamanı Zəngilan rayonunun müdafiəsində iştirak edirdim. Düşmən təxribatlarının qarşısını alır, əhalinin təhlükəsizliyi təmin edir, sakinləri daha təhlükəsiz yerlərə köçürürdük. Bir neçə dəfə erməni mühasirəsinə düşdük, yaralandım, lakin vəzifə borcumu sonadək yerinə yetirdim. Zəngilan işğal ediləndə ailəm, sakinlər və polis yoldaşlarım ilə birlikdə mühasirədə qaldıq. Düşmənin canlı qüvvəsini məhv edərək mühasirədən çıxa bildik. Az müddət Doğma kəndində yaşadıktan sonra yenidən cəbhə xəttinə yollandım. Horadizin düşmən işğalından azad edilməsi uğrunda döyüşdüm. Ermənilərin əks hücumunun da qarşısını aldıq, xeyli canlı qüvvəsini məhv etdik, zirehli texnikalarını ələ keçirdik, bir neçə əsir götürdük. Düşmənin təxribatı davam edirdi, geri qaytardığımız torpaqları yenidən işğal etmək istəyirdi. Füzuli rayonunda gedən döyüşlərin biri mənim son döyüşüm oldu. 1994-cü ilin yanvar ayında vətən uğrunda şəhidlik zirvəsinə yüksəldim.